Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə 12 iyul fizika qəbul suallarının izahına baxacağıq. Məndə olan D variantının suallarıdır. Gəlin başlayaq. Şərtdə deyirik ki, başlanğıc sürətləri V0 1 bərabərdir 3V, V0 2 bərabərdir V, kütlələri isə M1 bərabərdir M və M2 bərabərdir 3M olan cisimlər üfüqi müstəvidə yalnız sabit sürüşmə-sürtünmə qüvvəsinin təsiri altında hərəkət edir. Cisimlərə təsir edən sürüşmə-sürtünmə qüvvəsi və onların aldıqları təcirlər arasında hansı münasibət doğrudur? Sürtünmə misalları eynidir. Baxın, qeyd olunur ki, yalnız sabit sürüşmə-sürtünmə qüvvəsinin təsiri altında hərəkət edir. Deməli, buradakı artıq əvəzləyici qüvvə sürüşmə-sürtünmə qüvvəsinə bərabərdir. Sürtünmə qüvvəsinin düsturu F sürtünmə bərabərdir μ mg-dir. Qeyd olunur ki, sürtünmə misalları eynidir. Yəni, mən birinci şəkildə də, ikinci şəkildə də sürtünmə misalını μ qəbul edəcəm. Gəlin, indi birinci halda sürtünmə qüvvəsini tapaq. μ mg-dir düstur, hansı ki, μ vurulsun kütləmiz m, vuraq j. Digərində isə gördüyümüz kimi kütlə 2m olduğundan artıq 2 μ mg olacaq. Buradan da aydındır ki, F sürtünmə 2, F sürtünmə 1-dən 2 dəfə çoxdur. Yəni, biz yazacağıq ki, F sürtünmə 2 bərabərdir. 2 vurulsun F sürtünmə 1-ə. İndi təcili tapmaq lazımdır. Təcil A bərabərdir. F əvəzləyici bölək M-dir. Qeyd etdik ki, buradakı əvəzləyici qüvvə sürtünmə qüvvəsinə bərabərdir. Ona görə mən, baxın, buradakı sürtünmə qüvvəsini birinci halda tapdığım sürtünmə qüvvəsini birinci cismin kütləsinə böləcəm. Böləndə fikir verin, M-lər gedəcək, qalacaq nə? μg. Bu oldu mənim A1 təcrim. Digərində isə 2 μmg-ni artıq 2m-ə böləcəm. Gördüyümüz kimi m-lər gedir. Nə qalır? 2-lər də gedir. μg. Deməli, buradan avtomatik aydındır ki, A1 və A2 təcirlər bir-birinə nədir? Bərabər. Baxaq indi F sürtünmə 2 bərabərdir. 2 F sürtünmə 1-ə və təcirlər də bərabər. B variantı doğru cavabdır. 32-ci sualda başlanğıc anda müəyyən elementin radioaktiv nüvələrinin sayı 8 vuraq 10 üzəri 23-dür. N0 bərabərdir. 8 vurulsun 10 üzəri 23. Yarım çevrilmə periodu 10 dəqiqə, böyük T bərabərdir. 10 dəqiqə və 20 dəqiqə ərzində bu elementin neçə radioaktiv nüvəsi çevrilməyə məruz qalar. Kiçik T də verilib 20 dəqiqədir. İkisi də dəqiqə olduğu üçün çevirməyə ehtiyac yoxdur. Çevirməyə məruz qalan radioaktiv nüvəni tapmaq üçün əlbəttə ki, M bərabərdir. N0 vurulsun, 1 çıxılsın. 2 mənfi kiçik T bölək T-dən istifadə edəcəyik. Burada N0 8-dir. 8 vuraq 10 üzəri 23. Vurulsun 1 çıxılsın 2-nin üzəri mənfi kiçik T-miz 20. Böyük T 10-dur. Bunlar sıfıra ixtisar getdi. Gördüyümüz kimi burada 2-nin üzəri mənfi 2-dir. 2-nin üzəri mənfi 2 də 4də 1-dir. Deməli, onu da yazacağıq ki, bu bərabərdir. 8 vurulsun 10 üzəri 23. Vuraq 1 çıxılsın 4də 1. 1-dən 4də 1 çıxanda qalacaq 4də 3. Yəni 8 vurulsun 10 üzəri 23, vuraq 4də 3. Burada 8 və 4-ü ixtisar aparıram. Məxrəcdə 1, sürətdə qaldı 2. 2 vurulsun 3 edəcək 6. 6 vuraq 10 üstü 23. Baxaq, Y variantı doğru cavab verilmişdir. 33-də verilmiş metal üzərinə düşən işığın tezliyini sabit saxlamaqla intensivliyini 2 dəfə artırdıqda onun səthindən qopan fotoelektronların maksimal impulsu, hansı ki, Fotovektin qanununda da qeyd olunur ki, buradakı impuls, maksimal impuls Y-dən intensivlikdən asılı deyil. Gördüyümüz kimi işığın tezliyi sabit saxlanılır. Yəni, burada artıq impulsumuz neynəyəcək? Dəyişməyəcək. C variantı doğru cavabdır. 34-də Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edən akseptor aşkarlar, donor aşkarlar. Yarımkeçirici kristalda sərbəst elektronların sayını artırır. Əlbəttə ki, donor aşkarlardır bu. 1-ə gedəcək. Yarımkeçirici kristalda deşiklərin sayının elektronların sayından çox olmasını təmin edir. Hansı ki, akseptor aşkarlarda deşiklərin sayı elektronların sayından çoxdur və 2 də birinciyə uyğundur. B tip yarımkeçiricinin yaranmasına səbəb olur akseptor aşkarlardır. Buraya uyğundur 3. Hansı ki, akseptor aşkarda qeyd etdik ki, burada deşiklərin sayı elektronların sayından çoxdur və bu zamanda burada P tip yarımkeçiricilik yaranır. N tip yarımkeçiricidə isə hansı ki, donor aşkara uyğun olacaq. 4-də baxın, N tip yarımkeçiricinin yaranmasına səbəb olur. Yarımkeçirici kristalın elektrik müqavimətini azaldır. Hər ikisinə də ortağa uyğun olacaq. Deməli, 2, 3 1-ə uyğun oldu. İkinciyə uyğun oldu 1, 4 və üçüncüyə uyğun oldu 5. 2, 3, 1, 4, 5. Gördüyümüz kimi C variantıdır.
35-də verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisinin təzyiqdən asılılıq qrafiki verilmişdir. Qaz molekullarının orta kinetik enerjisinin qazın həcmindən asılılıq qrafiklərindən hansı prosesə uyğundur? Daxili enerjiyi gördüyümüz kimi bu prosesdə sabitdir. Daxili enerji sabitdirsə, deməli izotermik prosesdir. T konstantdır və T konstant olanda orta kinetik enerji də sabit olur. Çünki orta kinetik enerji bərabərdir 2-də 3 kT-dir. Buradan da aydındır ki, K sabitdir, Bosman sabitdir, T də sabitdirsə, deməli orta kinetik enerji də sabit olacaq. Yəni burada orta kinetik enerji dəyişməyəcək. Bəs V, gördüyümüz kimi burada P təzyiq artıb. Temperatur sabit olanda biz bilirik ki, PV bölünsün T nisbəti bərabərdir konstantdır. Temperatur sabitdirsə, burada PV ilə tərs asıdır. Yəni P artdığından artıq V azalmalıdır. Kinetik enerji sabit və V gördüyümüz kimi azalır, ox sola doğrudur. Yəni A variantı doğru cavabdır. 36-da Joule vuraq ohm bölünsün saniyə. Joule-un açılışı 1 joule bərabərdir. Amper vurulsun volt vuraq saniyədir. Ohmun açılışı isə hansı ki 1 ohm bərabərdir. Volt bölək amperdir. Gətirib indi burada yerinə yazacağıq. Kök altında amper vurulsun volt vuraq saniyə vuraq volt bölək amper. Və bölünsün saniyəni də yazaq. Gördüyümüz kimi burada saniyələr gedir, amperlər gedir. Kök altında voltun kvadratı və kökdən də volt çıxacaq. Volt da gərginliyin vahididir, elektrik gərginliyin. 36 A variantı. 37-də maddənin bərk haldan birbaşa qaz halına keçmə prosesi sublimasiya adlanır. B variantı doğru cavabdır. Sabit gərginlik mənbəyinə qoşulmuş. Deməli, avtomatik U konstant yazmaq lazımdır. Və bundan sonra qeyd olunur ki, müstəvi hava kondensatorunun yükünün onun lövhələrinin sahəsindən asılılıq qrafikini istəyir Q-nün S-dən. İndi biz bilirik ki, C bərabərdir, Q bölünsün U-dur. Buradan Q-nü tapsaq, Q bərabər olacaq C U-ya. Hansı ki, C-nin də düsturunu bilirik, C bərabərdir. Epsilon 0, S bölək D. Müstəvi hava kondensatorunun düsturu. Aha, C-ni gətirib buraya yerinə yazsaq, epsilon 0, S bölək D və U-nu da yazaq. Buradan da avtomatik gördüyümüz kimi Q S-lə necə asılıdır? Düz asılıdır. D də nədir? Sabitdir. Aha, Q-nün S-dən asılığı düz asılıq Y variantında doğru cavab verilmişdir. Keçək indi 39-a. Şərtdə deyilir ki, O mərkəzindən keçən və disk müstəvisinə perpendikulyar olan ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir edilmişdir. Bu nöqtələrin xətti sürətləri arasında hansı münasibət doğrudur? Bu tipli məsələlər topluda da var. Qeyd etmişdik ki, burada sabit olan kəmiyyət böyükdür, N və omeqadır. Omega olan düsturu verərəm. V bərabərdir omega R. Buradan da aydındır ki, V ilə necə asılıdır? Düz asılıdır. Gördüyümüz kimi 1 və 2 eyni çevrə üzərindən olduğundan bu zaman onların radiusları eynidir. Yəni R1 bərabərdir R2-dir. Amma fikir verirsəz, bura 3 nöqtəsinin aid olduğu çevrənin radiusu, burada 2 nöqtəsinin aid olduğu çevrənin radiusu. Gördüyümüz kimi R3 R2-dən nədir? Daha çoxdur. Deməli, R3 hər birindən böyükdür. Və V R ilə düz asılı olduğundan artıq V1-də bərabər olacaq V2-yə, V2 də kiçik olacaq V3-dən. D variantı doğru cavabdır. 40-cı sualda. Cismin nazik toplayıcı nizada 4 dəfə böyüdülmüş xəyalı alınır. G bərabərdir 4-ə. Cisimlə onun xəyalı arasındakı məsafə 2,5 metrdir. Cisimlə xəyal arasındakı məsafə 2,5-dirsə, deməli cisim məsafəsi üstə gələk xəyal məsafəsi bərabərdir 2,5-ə. Linzanın fokus məsafəsini istəyir, böyük F bizdən soruşulur. G 4 verilir. G-nin düsturu bizə məlumdur. Xəyal məsafəsi bölək cisim məsafəsi bərabərdir 4. Buradan F-i tapsaq, F bərabər olacaq 4D-yə. Gətirək indi bax burada yerinə yazaq. D üstə gələk 4-dir, bərabərdir 2,5-ə. Buradan da aydındır ki, 5D bərabər olur 2,5-ə. D-ni tapanda olacaq 2,5 bölünsün 5. Bu da olacaq 0,5. İndi mən artıq böyük F-i tapa bilərəm. Bunun üçün ilk öncə kiçik F-i gəlin tapaq. Kiçik F 4D-dir. 4 vurulsun. D-nin qiyməti 0,5. O da olacaq 2. İndi toplayıcı nizada cismin həqiqi xəyalı alınanda 1 bölünsün F bərabərdir. 1 böləkdir. Üstə gəlsin 1 bölünsün kiçik F-dir. Bu nazik linzanın düsturudur. Aha, gəlin indi tapaq. 1 bölünsün D. 1 bölək D-nin qiyməti 0,5. Üstə gəlsin 1 bölək kiçik F 2-dir. Buradan da aydındır ki, 1-i 0,5-ə böləndə vergül atıram, yuxarıya 0 əlavə edirəm. 10 bölək 5 2. Üstə gəlsin 2-də 1, 2,5 olacaq. 2-də 1 0,5-dir. Buradan F-i tapanda 1 bölünsün 2,5. Vergül atıram, yuxarıya 1 0 əlavə olunur. Və bu da bizə verəcək 0,4.
İndi biz bunu santimetrə keçirməliyik. Hansı ki metrlə aldıq cavabı. Santimetrə keçmək üçün də veriləni 100-ə vururuq. 0.4 vuraq 100 edəcək 40 santimetr. Baxaq. Y variantı doğru cavabdır. 41-ci suala baxaq. Verilmiş bir cism maqnit sahəsində çevrə üzrə bərabər sürətli hərəkət edən protonun impulsu azaldılarsa, onun dövrətmə tezliyi və cızdığı çevrənin radiusu. Radiusun düsturu məlumdur. R bərabərdir mv bölək qb. Burada mv impulsdur, p bölünsün qb. İndi impuls azalırsa, avtomatik əlbəttə ki, R də p ilə düz asılı olduğundan R azalacaq. Amma tezliyin düsturu, hansı ki, bizdə bir cism maqnit sahəsinə daxil olan proton çevrə üzrə bərabər sürətlə hərəkət edirsə, bu zaman tezliyin düsturu olur qb bölək 2pm. Burada gördüyümüz kimi sürət yoxdur. Deməli, burada n sürətdən asılı deyil və bizim impulsumuz azalırsa, deməli, sürət də azalır. Sürət azalır, amma n sürətdən asılı deyil, axı düsturda yoxdur. Deməli, onda n nə edəcək? Dəyişməyəcək, konstant. N dəyişməz, R azalar, D variantı olacaq. 42-də. Bir cism maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkət edən naqildə yaranan induksiya həqəsinin zamanın asılı qrafiki verilmişdir. Hansı qrafik bu naqilin sürətinin modulunun zamanın asılılığına uyğundur? Fikir versəz, induksiya həqəsi sabit verilmişdir. İnduksiya həqəsinin düsturu bizə məlumdur. V, B, L. Hansı ki, burada gördüyümüz kimi V dəyişməyəcək. Çünki induksiya həqəsi də dəyişməyib. Yəni, belə də deyə bilərik ki, induksiya həqəsinin grafikinə verilibsə, siz burada V-ni də eyni ilə götürə bilərsiniz. Aha, yəni V sabit. Y variantı doğru cavabdır. Keçək indi 43-cü sualımıza. Şərtdə deyilir ki, sarğaçdakı cərəyan şiddəti 1,5 amperdir. I verildi bizə. I bərabərdir 1,5 amper. Ondan keçən maqnit seli 20 Weber olarsa, fi verildi 20 Weber. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın. W bərabərdir fi I bölək 2 düsturundan istifadə edəcəyik. Fi 20-dir. İ'miz 1,5-dir. Bölünsün 2. 20-ni 1,5-ə vuranda olacaq 30. 30-u da 2-yə böləndə alacağıq 15 joule. B variantı doğru cavabdır. 44-də. Eyni temperaturda ağzı bağlı 3 müxtəlif qabda su və onun üzərində doyan su buxarı vardır. Qablardakı doyan buxar molekullarının konsentrasiyalar arasında hansı münasibət doğrudur? Mən əvvəlki videolarda da qeyd etmişdim ki, bu tipli suallar qəbula düşə bilər və qeyd etmişdim ki, əgər ki, doyan su buxarı sözünü görürsünüzsə, temperatur sabitdirsə, baxın, burada da fikir verin, eyni temperaturda deyir. Temperatur sabit olanda, T konstant olanda, P, rho və N də sabitdir. Yəni, burada M1, N2, N3 bir-birinə bərabər olacaq. C variantı doğru cavabdır. 45-ci sualda 4pi kvadratı, nü kvadratı vuraq x-im ifadəsi ilə üfüqü müstəvidə x oxucu harmonik rəqsdə hansı fiziki əmiyyət müəyyən edilir? Biz omeqanın düsturunu bilirik. Hansı ki, omega bərabərdir 2pi nüdür. Fikir versəz, burada omeqanın kvadratıdır. Baxın, 4pi kvadrat, nü kvadrat. Yəni 2pi nünü kvadrata yüksəldib. Yəni bu nədir? Artıq omega kvadratı vurulsun x-imdir. Bu x-im nədir? Amplituddur. Hansı ki, maddi nöqtənin koordinatının maksimal qiyməti. Omega kvadrat vuraq x-im düsturda bizə AM-dir. Yəni təcilin maksimal qiymətini verir. C variantı. 46-da bərk cismin vakuumdakı çəkisi 2,8 Newtondur. Aha, P0 bərabərdir 2,8-ə. Suya tam batmış halda isə çəkisi 2,4-dür. Deməli, bu mayedəki çəkidir artıq. P maye bərabərdir 2,4-ə. Cismin sıxlığını müəyyən edin. Biz bilirik ki, cismin mayedəki çəkisi onun havadakı çəkisindən artım qüvvəsi qədər azdır. Baxın, fikir versəz, vakuumdakı çəki 2,8, mayedəki çəki 2,4. Nə qədər az oldu bizim mayedəki çəkimiz? 2,8-dən 2,4-ü çıxanda qalacaq 0,4. Yəni, burada artıq Arximed qüvvəsi F Arximed bərabərdir 2,8 çıxaq 2,4. Bu da bizə verəcək 0,4. Arximed qüvvəsini bildik. Arximed qüvvəsinin düsturu da məlumdur bizə. F Arximed bərabərdir rho maye J V cisim. Hansı ki, cisim maye tam batırılıb burada. İndi gəlin buradan V cismi tapaq. V cisim bərabərdir F Arximed bölək rho maye vurulsun J. Arximed qüvvəsinin düsturu qiyməti 0,4 bölək rho maye 1000-dir. 10/3 kimi yazıram. Vuraq J də 10 üstü 1-dir, 10-a bərabərdir. 0,4, 4 vuraq 10/-1-dir. Bölünsün, 10/3 10-a vuranda 10 üstü 4 edəcək. Buradan da alınacaq ki, V cisim bərabər 4 vurulsun 10/-5. Hansı ki, bölünəndə üstlər çıxılır. Aha. Və biz bilirik ki, həmçinin cismin və vakuumdakı çəkisi P0 bərabərdir mJ'dir. M cisim vuraq J'dir. Buradan onda biz M cismi tapa bilərik. P0 bölünsün J.
Vakuumdakı çəki P0 2,8 idi. Yəni bu 2,8-i böləcəm 10-a. Bu da 0,128 edir. Yəni 28 vurulsun 10 üzəri mənfi 2. Artıq mən indi V cisim məlumdursa, M cisim də məlumdur. Deməli, mən rho cismi tapa bilərəm. Hansı ki, rho cisim bərabərdir M cisim bölək V cisim. M cisim 28 vurulsun 10 üzəri mənfi 2. V cisim də 4 vurulsun 10 üzəri mənfi 5-dir. Aha. 28 4-ə böləndə 7 edir. 10 üzəri mənfi 2 bölək 10 üzəri mənfi 5. Bölünəndə üstlər çıxılır. Mənfi 2 çıxılsın mənfi 5. Mənfi işarə dəyişəcək. Mənfi 2 üstə gələk 5 bizə verəcək müsbət 3. Yəni 7 vurulsun 10 üzəri 3. 7000 olacaq. A variantı burada doğru cavabdır 46-da. 47-ci sualımıza baxaq. Mexanizmlərin faydalı işinin görülən tam işdən asılılıq diaqramı verilmişdir. Diaqramda verilmiş nöqtələrə uyğun faydalı iş əmsalları arasında hansı münasibət doğrudur? Faydalı iş əmsalının düsturunu biz bilirik. Eta bərabərdir A faydalı bölək A tam. Fikir versəz, burada gördüyümüz kimi 1 və 2-dən düz xət keçirsək, eyni düz xət düzəndədir və burada A faydalı, A tam da düz asıdır. Deməli, avtomatik eta nə olacaq? Sabit olacaq. Yəni, eta 1 bərabər olacaq eta 2-yə. Sonrasında 2 və 3-ü gəlin indi müqayisə edək. Gördüyümüz kimi burada tam iş eynidir. Amma A faydalı 2 böyük nədən? A faydalı 3-dən. Eta A faydalı ilə düz asılı olduğundan artıq deməli eta 2 böyük olacaq eta 3-dən. Eta 1 bərabərdir eta 2-yə. O da böyükdür eta 3-dən. D variantı doğru cavabdır. Keçək indi 48-ci sualımıza. Şərtdə deyilir ki, kütləsi 3 kiloqram olan bir cins çubuq üfüqi vəziyyətdə tarazlıqdadır. Şəkildə verilənlərə görə dayağın N reaksiya qüvvəsinin modulunu hesablayın. Çubuğun kütləsi verilibsə, deməli çubuğun çəkisini nəzərə almaq lazımdır. Çubuğun kütləsi M bərabərdir 3-dürsə, onda çubuğun çəkisi P bərabər olacaq mg-dən 3 vurulsun, J-nin qiyməti 10, 30. Biz bu çubuğun çəkisini çubuğun tən ortasından qeyd etməliyik. Gördüyümüz kimi çubuq 6 damadan ibarətdir, 6 bölgüdən ibarətdir. 6-nı 2-yə bölün, yarıdan çəkin. Yəni 3-cü damadan baxın aşağıya doğru çəkdim və 30-u qeyd etdim. Həmçinin burada 2 kiloqram yük asılıb. Yükə də ağırlıq qüvvəsi təsirdir. mg ilə hesablayacağıq. M kütlədir, hansı ki 2 kiloqramdır. J də 10-dur. 2-ni vuranda ona 20 edəcək. İndi fikir versəniz, gördüyünüz kimi burada ipin gəlmə qüvvəsi də var. Onu da qeyd etmək lazımdır. Cisimdən ipə doğru T. Burada baxın 30 sadə əqrəb istiqamətdə fırlatmağa çalışır. Eyni ilə 20 də sadə əqrəb istiqamətdə fırlatmağa çalışır bu çubuq. Amma T gördüyümüz kimi sadə əqrəbin əksinə doğru fırlatmağa çalışır. Biz nə etməliyik? Hansı ki sadə əqrəb istiqamətdə fırladan qüvvənin momentini bərabər götürməliyik sadə əqrəb istiqamətdə fırladan qüvvələrin momentləri cəminə. T-nin momentini necə tapacağım? Baxın 5 tam olduğundan T vuraq 5 bərabərdir. İndi 30 nə qədər məsafədədir? 3 dama. 33-ə vuranda olacaq 90. Üstə gəlinsin. 20 nə qədər məsafədədir? Gördüyümüz kimi 6 dama məsafədədir. 20-yi də 6-ya vuranda da olacaq 120. 120 üstə gələk 90, 210 edir. Buradan T-ni tapanda 210 bölünsün 5. Bu da bizə verəcək 42. T-ni tapdıq 42. İndi biz reaksiya qüvvəsini tapmalıyıq. N-i. Fikir verin, yuxarıya doğru N yönəlib və T yönəlib. Aşağıya doğru 30 və 20 yönəlib. Əlbəttə ki, yuxarıya doğru yönələn qüvvələrin cəmi bərabər olmalıdır aşağıya doğru yönələn 30 və 20-nin cəminə. Yəni N üstə gəlinsin T bərabər olmalıdır 30 üstə gələk 20-yə 50-yə. T-yə 42 tapdım. Onda N-i tapanda 50 çıxılsın T. Yəni 50 çıxaq 42 mənə verəcək 8. Yəni doğru cavab olacaq burada C variantı. 49-cu sualda detektorlu radio qəbul edicinin sıxığını verilmişdir. AB hissəsinə hansı dövr elementi birləşməlidir? Əlbəttə ki, burada AB hissəsində bizim kondensatorumuz olacaq. Yəni D variantı olmalıdır. 50-ci sualda X oxu üzrə düz xətlər hərəkətdən cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Zamanı 0 və T1 aralığında cismin sürət və təcil vektorlarının istiqamətini neçə dəfə dəyişmişdir. Sürətin zamanın asılı qrafiki veriləndə sürət zaman oxunu neçə dəfə kəsirsə, bu zaman cisim hərəkət istiqamətini bir o qədər dəfə dəyişib. Gördüyümüz kimi baxın qrafik zaman oxunu T oxunu bax bu 2 nöqtədə kəsir. Deməli burada bizim sürətin istiqaməti, sürət vektorunun istiqaməti 2 dəfə dəyişir. Bəs təcil. Baxın, burada qrafikin ağzına fikir vermək lazımdır. Qrafikin ağzı gördüyünüz kimi aşağıdır. Deməli, burada təcilin x oxu üzrə proyeksiyası mənfidir. Yəni, artıq burada təcil x oxunun əksinə doğru yönəlir. Bu hissədə isə qrafikin ağzı yuxarıdır. Deməli, artıq burada təcilin x oxu üzrə proyeksiyası müsbətdir. Mənfidən müsbətə keçid. Sadəcə bir dəfə var gördüyümüz kimi, yəni təcil
vektor istiqamətini bir dəfə dəyişmişdir. Sürət 2 dəfə, təcil 1 dəfə. Y variantı doğru cavabdır. 51-ci sualda dəyişən cəryan dövrəsinə qoşulmuş vaxtın müqaməti 50 ohm olan verildi. 50-dir. Rezistorun uclarındakı gərginliyin zaman nasıl qrafik verilmişdir? Rezistorda ayrılan orta gücü hesablayın. Baxın, gördüyünüz kimi bu gərginlik maksimum qiymətdir. Yəni UM bərabərdir 200-dür. Period tapmalıyıq. Baxın, periodda 0-dan 200-ə 1 dənə amplitude sayırsız, 2 dənə, 3 dənə və 4 dənə. Gördüyümüz kimi burada periodumuz neçə oldu? 40. Yazaq onda böyük T bərabərdir 40-a. Amma millisaniyədir. 40 vurulsun 10 üzəri mənfi 3. Aha, 4 vurulsun 10 üzəri mənfi 2 saniyə olacaq. İndi biz artıq ayrılan orta gücü tapa bilərik. P-nin düsturu P bərabərdir UM kvadratı bölünsün 2R'dir. Yerinə yazsaq, UM 200-dür. 200-ün kvadratı yazmayacağım. Bunu belə yazaram. Bax, 200 vurulsun 200. Bölək 2 vurulsun. R'imiz nə qədərdir? 50-dir. Aha. Buradan indi ixtisarlarımızı gəlin aparaq. 50 və 200 aparım ixtisar. Məxrəcdə 1, sürətdə qaldı 4. Və 4 və 2-ni də aparım. Məxrəcdə 1, sürətdə qaldı 2. 2 vurulsun 200 bizə verəcək nə? 400. Deməli, doğru cavab olacaq B variantı. 52-ci suala keçək. Şərtdə deyilir ki, kübür yükünün elektrik sahəsinin A nöqtəsindəki intensivliyinin modulu Y-dir. Kübür və Q2 yüklərinin elektrik sahəsinin A nöqtəsindəki yekun intensivliyinin modulu və istiqamətini müəyyən edin. Baxın, fikir versəz, kübür yükü müsbət 2-dür. Q2 yükü isə mənfi 5 yüküdür. Və A nöqtəsindən hər ikisi də eyni məsafədədir, R məsafədədir. Yəni, məsafəyə artıq fikir verməyəcəyik. Y də Q ilə düz asıdır, hansı ki, modulda düz asıdır. Yəni, müsbət Q yükünə Y olarsa A nöqtəsindəki intensivlik artıq buradakı mənfi 5 Q yükünün A nöqtəsindəki intensivliyi olacaq 5Y. Yəni, modulda fikir versəz, bura müsbət 1-dir, burada modulda müsbət 5-dir. 1-dən 5-ə 5 dəfə artdığından intensivlikdə 5 dəfə artdı. Amma artıq istiqamətdə fikir vermək lazımdır. Hansı ki, elektrik sahəsinin qüvvə xətləri müsbətdən başlayıb mənfidə qurtarır. Başqa sözlə desək, müsbətdən çıxır, mənfiyə daxil olur. Baxın, bura müsbət olduğundan kübür. Müsbətdən çıxacaq, A nöqtəsində sağa doğru yönəldi, Y yazdıq. Q2 isə mənfi olduğundan mənfiyə daxil olmalıdır. Yəni, baxın, belə bax, bu şəkildə mənfiyə doğru göstərməliyik. Və bu da 5Y-dir qeyd etdik. Eyni istiqamətdə olduğundan əlbəttə ki, toplayacağım. 5Y üstə gələk Y mənə verəcək 6Y və gördüyümüz kimi də sağa doğru yönəlir. Doğru cavab olacaq D variantı. 53-cü sualda hansı ifadələr doğrudur? Cəryanlı sonsuz, uzun, düz naqilin yaratdığı maqnit sahəsinin indüksiya vektoru, naqil və verilmiş nöqtələr şəkil müstəvisi üzərindədir. Burada bizdən indi maqnit indüksiya vektorunu soruşur. Bu tipli qayda hansı ki, biz sağ ivli burğu qaydasından istifadə edirik. Maqnit indüksiya vektorunun istiqamətini tapılmaqda. Göndəririk baş barmağımızı i cəryan istiqamətində və bizim baxırıq görək 4 barmağımız hansı istiqamətdə yönəlir. Əlimizi sağa doğru fırladıqca görürük ki, 4 barmağımız yuxarıda bizdən gedir. Bizdən gedən demək artıq nədir? X deməkdir. Aha, yəni yuxarıda L nöqtəsində bizdən şəkil müstəvisinə perpendikulyar istiqamətdə yönəlir. Amma əlimizi fırlamağa davam etdikcə görürük ki, artıq M nöqtəsində 4 barmağımız şəkil müstəvisindən bizə doğru yönəlir. Şəkil müstəvisindən bizə doğru yönələn nöqtə idi. Aha, yəni burada M nöqtəsində şəkil müstəvisindən bizə perpendikulyar istiqamətdə yönəlib 4 doğrudur. 1 4. Bu tipli məsələlərdə şagirdlər çox vaxtı qarışdırırlar. Nə etmək lazımdır? Yəni belə deyək də, lor dildə yadını saxlamaq üçün belə əgər ki i bax bu istiqamətdə verilərsə və yaxud da ki bax bu istiqamətdə verilərsə, sağa və sola doğru verilərsə, yadınızı saxlayın. Yuxarı x olur həmişə, aşağı nöqtə olur. Yox, əgər ki i yuxarı və yaxud da aşağı verilərsə, sağ x olur, sol nöqtə olur. Bunu belə yadınızda saxlaya bilərsiniz həmişə. Aha, 53-də dedik cavabımızı. Keçək indi 54-cü sualımıza. Şərtdə deyilir ki, kütləsi 0,5 kq olan cisim 6 metr bərə saniyə sürətlə 1 metr radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edir. Kütlə verildi, m bərabərdir 0,5. Sürət də verildi, v bərabərdir 6-dır, radius da bərabərdir 1-dir. Çevrə üzrə bərabər sürətlə hərəkət edir, 0,125 saniyə ərzində cismin impulsunun dəyişməsinin modulunu hesablayın. Baxın, bu şəkildə verilən məsələlərdə cismin impulsunun dəyişməsinin modulunu tapmaq üçün biz bilməliyik ki, zaman periodun neçə hissəsidir. Bunun üçün gəlin V-nin düsturuna keçək. V bərabərdir
2 pi r bölək böyük T. Buradan T'ni tapaq. 2 pi r bölünsün V. 2 vurulsun P'nin qiyməti 3. Radiusumuz da 1 verilmişdir. Bölək V'miz də 6-dır. Gördüyümüz kimi burada 1 saniyə tapırıq perioda. İndi baxın, zaman neçədir? 0,25. Kiçik T bərabərdir 0,25. 0,25 4də 1 deməkdir. Artıq buradan da aydındır ki, kiçik T zaman periodun 4də 1 hissəsidir. Yəni, kiçik T bərabər 4də 1 vurulsun böyük T'yə. Aha, zaman periodun 4də 1 hissəsi olduqda bu zaman delta V bərabər olurdu V kökdə 2-yə. İmpuls dəyişməsi də delta P bərabərdir M vurulsun delta V-dir. İndi delta V yerinə yazsam buraya, onda olacaq M vurulsun V kökdə 2. Gəlin indi yerinə yazaq. M'miz kütləmiz 0,5-dir. Vurulsun V'miz 6-dır. Və kökdə 2-nin də qiyməti 1,4 verilib. 0,5 6-ya vuranda 3 edir. 3-ü də 1,4-ə vuranda 4,2 alacağıq cavabımızı. Keçək indi 55-ə. Şərtdə deyilir ki, düz xətlər hərəkətdən 2 cismin 1 və 2 təcillərinin ona təsirən əvəzləyici qüvvələrdən asılı qrafiklər verilmişdir. Kütləsi M bərabərdir 2M1 üstəgələk 5M2 olan cismə 90 Newton qüvvənin verdiyi təcili hesablayın. Əlbəttə ki, qüvvə məlumdur. Amma baxın, buradakı kütləni tapmalıyam da M-i. M-i tapmaq üçün də mən M1 və M2-ni bilməliyəm. Bunun üçün də keçid edək qrafikə. Baxın, gördüyünüz kimi burada 1 və 2-yə uyğun F eynidir, 12-dir. Gəlin indi kütləni tapaq. M1-i tapsam, əlbəttə ki, F-i bölməliyəm A-ya. Baxın, F 12-dir, 1-ə uyğun da təcil 6-dır. 12-ni 6-ya böləndə edəcək 2. M2-ni tapanda isə gördüyümüz kimi yenə qüvvə 12-dir, amma 2 nöqtəsinə uyğun bax buradakı bizim təcilimiz 12-dir. 12 bölək 12 mənə verəcək 1. Artıq mən buradan M-i tapa bilərəm. M bərabərdir 2 vurulsun M1-im 2, üstə gəlsin 5 vurulsun M2-miz də 1-dir. 2 dəfə 2 4, 4-ün üstə də 5 gəndə olacaq 9. Artıq mən buradan təcil tapa bilərəm. Hansı ki A bərabərdir F əvəzləyici bölək nədir? M-dir. Burada artıq qüvvəmiz verilib 90 Newton. 90 bölünsün, kütləmiz M-miz də 9. 90 bölək 9 mənə verəcək 10. Metr bölək saniyə kvadrat. Yəni doğru cavab olacaq burada 10. Keçək indi 56-ya. Şərtdə deyilir ki, 1 mm-də 500 ştrix olan diffraksiya qəfəsinin üzərinə səthinə perpendikulyar istiqamətdə tezliyi 4,5 vurulsun 10 üzəri 14 Hz olan monoxromatik işıq dəstəsi düşür. Alınan spektrdə maksimumların ən böyük tərtibini hesablayın. Biz bilirik ki, D bərabərdir K vurulsun lambdadır maksimumlar şərtinə görə. Aha, buradan bizə ən böyük tərtibi, yəni K-nı tapmağımız istənir. K bərabər D bölünsün lambdadır. D-ni və lambdanı tapmalıyam. D-ni də nədən tapacağım? D-nin belə bir düsturu var. D bərabərdir L bölünsün N. Gətirib burada yerinə yazsam, L bölək N vurulsun lambda olur. Lambdanı necə tapacağım? Hansı ki, C bərabərdir lambda vuraq nü. Buradan lambda bərabər olacaq C bölünsün nüyə. Gətirib bunu da burada yerinə yazanda L bölünsün N vurulsun C bölək nü. Bu nü də yuxarıya çıxır sürətə, hansı ki, onda olacaq L vurulsun nü bölünsün N vuraq C. İndi gəlin hesablayaq. L-imiz 1 mm-dir. 1 mm 10 üzəri mənfi 3 metrdir. Aha. Vurulsun nümüz, tezliyimiz 4,5 vurulsun 10 üzəri 14. Aha. Bölək N say 500-dür, ştrixlərin sayı. Aha. 500 vuraq. C-miz də 3 vurulsun 10 üzəri 8-dir. Baxaq. Aha. İndi gəlin artıq hesablayaq. Baxın, burada fikir versəz, 4,5-i 10 üzəri 14-ə vuranda olacaq 45 vurulsun 10 üzəri 13. Bunu belə silək hələlik. Aha, 45 və 3-ü də aparıram ixtisar. Burada 1 qaldı, burada nə? 15. Yenə bu 5-i ixtisar gedir. Baxın, 500 ilə 15. Məxrəcisi də 100, sürətdə qaldı 3. Deməli, 0,3 vurulsun. Aha. Burada oldu, baxın, 10 üzəri mənfi 3 vurulsun 10 üstü 13. Bu da neçə edir? Əlbəttə ki, 10 üzəri 10 edəcək üstlər toplananda. 10 üzəri 10-u da məxrəcdəki 10 üzəri 8-ə böləndə üstlər çıxılır. Ondan çıxanda 8 qalacaq 2. Yəni 10 üzəri 2. Aha. 0,2 də 10 üstü 2-yə, yəni elə 100-ə vururuq, o da olacaq 3. Deməli, burada doğru cavab oldu 3. Keçək indi 57-yə. Uyğunluğu müəyyən edin. Yer səthindən şaqili yuxarı atılmış cismin maksimal hündürlüyə qalxana qədər. Aha. Cismə təsirin ağırlıq qüvvəsinin sabit qəbul etməli, havanın müqaviməti nəzərə alınmır. Aha. İndi baxaq, artır, azalır, dəyişmir. Sürətinin modulu. Əlbəttə ki, cisim şaqili yuxarı doğru atılırsa, bunun hərəkəti maksimal qalxma hündürlüyünə qədər bərabər yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan hərəkətdə sürətin modulu azalır. Yəni 2-yə uyğundur A.
Təcilin modulu dəyişməyəcək. Çünki burada havanın müqaviməti nəzərə alınmır və cismə təsirin ağırlıq qüvvəsi də sabitdir. Deməli, artıq avtomatik burada cismin təcili elə sərbəst uçma təcilinə bərabərdir və dəyişməyəcək. Yəni, bu 3-ə də uyğun olacaq B variantı. Yer səthinə nəzərən potensial enerji. Şaqili yuxarı atılırsa, deməli, cismin yer səthinə nəzərən hündürlüyü artır. Və potensial enerjinin düsturda Y potensial bərabərdir mgh-dır. Hündürlük artdığından, deməli, potensial enerji artacaq. C variantı 1-ə uyğun olardı. Tam mexaniki enerji dəyişməyəcək, çünki havanın müqaviməti nəzərə alınmır və bu zaman 3-ə də uyğun olacaq. D variantı kinetik enerji, hansı ki biz bilirik ki, tam enerji kinetik və potensial enerjinin cəminə bərabərdir. Burada potensial enerji artdığından kinetik enerji azalacaq və tam enerji sabit qalacaq. Həmçinin belə də baxa bilərik. Biz qeyd etdik ki, sürətin modulu azalır. Sürətin modulu azalırsa, kinetik enerji də azalacaq. Çünki kinetik bərabərdir mv kvadratı böləyi 2-dir. Yəni, buraya Y variantda uyğun olur 2-yə. 1-ə C, 2-yə A-Y və 3-ə B, D variantları uyğundur. Keçək indi 58-ə. Şərtdə deyilir ki, qüvvə xətləri təsvir olunmuş elektrostatik sahədə müsbət yüklü zərrəcik göstərilən istiqamətdə necə hərəkət edər? Müvafiq düsturlardan istifadə edərək cavabında əsaslandırın. Biz təcilin düsturunu bilirik, hansı ki, A bərabərdir F əvəzləyici bölək M. Burada indi əlbəttə ki, bu müsbət yüklü zərrəciyə bizim elektrik sahəsinin təsir etdiyi qüvvə var və biz də bunu QY ilə tapırdıq, hansı ki, Y bərabərdir F bölünsün Q-dür. Buradan F-i tapanda QY olacaq. Onda düsturumuz QY bölünsün M şəklində olur. Baxın, indi burada hansı ki, qeyri-bircins elektrik sahəsidir. Gördüyünüz, bax, bu istiqamətdə sıxlaşdıqca Y artır. Y artdığından təcilimiz də neynəyəcək? Artacaq. Yəni, burada artıq artan təcilli hərəkətdir. Bəs bərabər yeyinləşən yoxsa yavaşlayan? Bunu hardan bilirik? Hansı ki, elektrik sahəsinin qüvvə xətləri müsbətdən başlayıb mənfidə qurtarır. Və bu yük də müsbət olduğundan əlbəttə ki, mənfiyə doğru cəzb olunacaq. Yəni, qüvvəmiz bu istiqamətdə olacaq. Qüvvə ilə sürət əks istiqamətdə olduğundan hərəkət yavaşlayan hərəkətdir. Deməli, artıq burada təcil artan təcillə və yavaşlayan hərəkət. Hərəkət növünü müəyyən etdik. Artan təcillə yavaşlayan. 59-da. X oxu üzrə harmonik rəqs edən 400 qram kütləli M verildi. 400 qram 0,4 kiloqram. Cismin koordinatını zamanla asılı qrafik verilmişdir. Cismin tam mexaniki enerjisini hesablayın. Burada gördüyümüz kimi XM 40 cm-dir. Yəni amplitud A bərabərdir. Onda 0,4 metr olacaq. Santimetrdən metrə keçmək lazımdır. Və burada gəlin period da götürək. 4 dənə amplitud sayın. Baxın 1, 2, 3 və 4. Buraya uyğun böyük temiz periodumuz oldu 0,4. Tam enerji bizdən soruşulur. Tam enerjinin düsturu Y tam bərabərdir. Omega kvadratı M A kvadratı bölək 2-dir. Omeganı gəlin tapaq. Omega bərabərdir 2 pi bölək T-dir. 2 vurulsun P-nin qiyməti 3. Böyük T-miz də 0,4. Buradan 0,4 və 0,2-ni ixtisar aparanda sürətdə 1 məxrəcdə qalacaq 0,2. 3 bölək 0,2 bizə verəcək 15. Gəlin indi burada yerinə yazaq. Omeganın kvadratı 15 vuraq 15 kimi yazıram. M 0,4-dür. 0,4-dür kəsr kimi yazacağam. Hansı ki 14 5-də 2-dir. Vurulsun amplitudun kvadratı. Amplitud da 0,4-dür. 0,4 də 5-də 2-dir. 5-də 2-nin kvadratı olacaq artıq burada 25-də 4. Bölək 2-ni də yazdım bura. Fikir verin indi, baxın, burada 15 və 5 aparıram ixtisar. Məxrəcdə bir sürətdə qaldı 3. Yenə 25 ilə və 15 aparıram 5-ə. Məxrəcdə 5, burada qalacaq 3. Sonrasında bu ikilər də gedir ixtisar. Nə qalır? Baxaq. 3 vurulsun 3, 9. 9 da 4-ə vuranda 36. Bir də məxrəcdə baxın, burada 5 var. 36 bölək 5. Bu da edəcək 7 tam 5-də 1. 7 tam 10-da 2. Keçək indi 60-a. Verilmiş kütləli ideal qaz əvvəlcə izobar soyudulur. İzobar soyudulma, yəni artıq P konstantdır. Və temperatur azalır. Sonra isə izotermik genişləndirir. İzotermik prosesdə temperatur sabitdir. Genişlənmə dediyi üçün V həcm artır. Bu prosesləri qaz molekullarının konsentrasiyasının qazın temperaturdan asılı qrafikində ifadə edin. Müvafiq düsturlardan istifadə edərək cavabını əsaslandırın. Baxın, konsentrasiyanın N-in T-dən asılı qrafikini istəyir. Deməli, birinci halda, birinci prosesdə əvvəlcə olan, burada P konstantdır. P, N və T olan düsturu verməlisiniz. P bərabərdir NKT. Burada
P sabitdirsə, n t ilə necə asılı olacaq? Tərs asılı olacaq. Gəlin indi onda qrafikimizi çəkək. N-in t-dən asılıq qrafiki. Deməli, tərs asılıqdır. 1-dən 2-yə. Və gördüyümüz kimi temperatur azalır. Temperatur azaldığından oxu bax bu istiqamətdə çəkməliyik. Sola doğru. Və bundan sonra qeyd olunur ki, izotermik genişləndirilir. İzotermik prosesdə temperatur sabitdir. Temperatur sabitdir. Mən indi, baxın, bunu belə çəkə bilərəm. Aşağıya doğru çəkəcəm. Gördüyünüz kimi, bax belə. Oxu necə qoymalıyam? Bax, bir də belə çəkə bilərdim axı. Bax, bu istiqamətdə də çəkə bilərdim. Deməli, burada fikir versəz, həcm artdığından kiçik n bərabərdir, böyük n belə v-də axı. V artanda kiçik n eləməlidir, azalmalıdır. Azaldığından deməli, mən oxu haraya qoymalıyam? Bax, belə aşağıya qoymalıyam. Və gördüyünüz kimi, burada temperatur nədir? Sabitdir. Buna da 3 deyərəm. Hansı ki, izobar soyudulur. Bu 1-dən 2-yə olan proses və izotermik genişləndirilir. Bu da 2-dən 3-ə olan proses. Beləliklə artıq sizlər üçün gördüyünüz qəbul suallarını izah etdim. Ümid edirəm ki, əziz abituriyentlər, nəticəni siz qane edər və istədiyiniz universitetə qəbul olarsınız. Artıq bundan sonra verəcəyiniz imtahan artıq universitetdə olsun, semestr imtahanları olsun. Hər birinizə uğurlar arzu edirəm və həmçinin qeyd edim ki, növbəti tədris ili üçün qeydiyyat başlamışdır. Ekranda göstərilən səhifəyə yaza bilərsiniz. Əməyə qarşılıq olaraqdan videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun.